Bunlara yaxşı baxın. Bunun adı düz yaddan çıxıbdır. Adı yaddan çıxıb. Bu hay bloqeridir. Bu Beladır, bilirsiniz, Babaxanyan bloger. Bunlar görün, bax bu Ernadır. Bu ikisi deməli düzdür. Bu Çarınc demiş, dünyanın ən əxlaqsız qadınları biz haylarıq. Çarınc erməni deyib. Yəni Movses Xorinasi nə desə yaxşıdır. İblisdən olanıq, Tanrıdan yox. Bunlar gör kimə lağ eləyir. Marksın ayağını, o baş barmağını yalayanlar, Marks deyib axı, bunlar panelli materiya, panel anadan olanlardılar. Yəni panelli hamısı erməni qadını panelli adı qoyub. Onlara bir damqa qoyub, klimun unik. Bunlar görün bizdən nə danışırlar. Bizə gülürlər. Bu deyir ki, bu ikisi deyir ki, ey vay qoyunçiki. Qoyunçik deyirlər. Qoyun başa düşdünüz də, heyvan qoyunu. Deməli, bu səfihlərə yaxşı da ki, açıqlayıb deyiblər də. Ağ qoyun, qara qoyun dövləti 12-ci, 13-cü əsrlərdə də, 14 əsrlərdə bu dövlət olub. İndi görün, qoyun dövlətini bunlar etiraf edir, ermənilər. 2 dənə qara ağ qoyun dövləti. Eyni zaman bütün Avropa deyirlər ki, Azərbaycanın Coca-Cola ilə yaşı var. 36-cı ildə, 1936-da dövlət olublar. 20-ci ildə Stalin, 1920-də Stalin Azərbaycan dövləti yaradı. Bunlar bilmir o qoyun mənasını. İndi qoyun bizə heyvan da bir nəzərdə tutublar ki, ona görə deyirlər ki, 12-ci əsrdə bunların qara dövləti olub. Qara qoyun, ağ qoyun dövləti olub deyir. Burada da deyir ki, 1920-ci ildə Azərbaycan olub. 12-ci əsrdə Azərbaycan dövləti olubdur. Qara qoyunu, ağ qoyunu bilməyiblər də, çaşıblar. Bilmirlər onun mənası nədir. Elə bilər qoyun lağla, deməli qoyunçik deyirlər də. Dur panelinə. Ay şalavı nişəsnə. Ты хоть знаешь, что такое qoyun? Deməli, qoyun naqrudnik. Один на грудь. Ağı geyin, qaranı geyin. Da necə oldu ki, 2 komanda oynayır, İngilis komandası oynayır. Deyək ki, Arsenal'la Manchester oynayır. Da futbol oynayırlar. Birinin maykası qaradır, birinin ağdır. Niyə? Birininki qırmızı, birininki sarı. Niyə? Nəyə görə? Ki, 2 qardaşı ayıra bilsinlər. 2 qardaşı ayırmaq üçün, yəni ağ geyib, qara geyib də. Mən futbolu elə tutdum ki, yəni hər bir erməni, Avropalı dərk eləsin. Nədən söhbət edir? Bu da deyib ki, ağ qoynuya bağla, qoynuya qoy. Qoynuya geyin girən. Qoyun sinəyizə. Qoyun, это значит, в двух, значит, значениях смысл. Qoyun есть баран, да, есть что вставьте, наденьте нагрудник. То есть белый, значит, материал оденешь на грудь, другой брат должен черный одеть на грудь. Поняли? То есть белый брат, значит, другой brат черный, чтобы отличить. Yani bunu ayırmaqdan ötəri, ay durun nişəsini, поняла? Два брата, чтобы отличать их, они надели один белый нагрудник, другой черный нагрудник, чтобы знали этих двух братьев, 2 государства образовалось. Поэтому одевали это. Гоин, гоинюза. Поняла?
İdiot nişası. Koyun, значит, одевай. Koy sineye koy. Так что коин не то, что это животное имели в виду. Два значения имеет коин. Есть баран, есть на грудь ставь один. То есть ставь на грудь коин. Коин, гейн, коин синая. Понял? Вот так. И навряд ли вы поймете. Идиоты несчастные. Yaxşı, bu qədər deməli buna baxaq görək bu nə deyir. Bu qoyun məsələsini həll elədik də, yəni qara geyin qoy, ağ qoy, yəni sinəyə. Qoy deməyi qoyub qoyun biliblər də, bilirsən, elə biliblər heyvandan danışırlar. Bu görün nə deyir, bu Tumsod özünü Çeçen göstərir hamıya. Çeçen adından danışır. Ama bir şey düz deyib ki, ermənilərə deyib ki, siz işğal eləmişsiniz, Qarabağ heç vaxt Ermənistan olmayıb, erməninkini olmayıb, haylarınki olmayıb, haylar gəlmədi. Bu deyir, ha, Tumso deyir, düzünü deyir, də, yaxşı deyir. Biz nə bilək ki, yəni burada nə deyəcək? Deməli deyir ki, Qafqaza siz gəlməsiniz ermənilərə. Qarabağı işğal eləmişsiniz, Qarabağ Azərbaycandır. Bu deyil. Yəni ermənilər siz gəlməsiniz. Sonra nə desə yaxşıdır? Mən deyir, deməli, ləzgiləri müstəqilliyi tanıyıram. Azərbaycan ləzgi torpağını tutubdur. İndi bu Tumsuya deyəm, qardaş, sən dəlisən? Yox, dəlisən, ya səfeysən. Разберись с Хайме, с собой разберись. Что ты говоришь? То, что Карабах это Азербайджан, правильно. То, что хай пришельцы, правильно. Хай не кавказцы. Почему-то Лезгистан есть, ты говоришь. Лезгистан откуда взялся? Это что ты, для чего это, зачем это нужно? А? Bax, bunlar demək olar ki, təxribatçıdırlar. Çeçenin adından danışır. Buradan bizim xeyrimizə danışır, oradan da Ləzgistan yaradır. Azərbaycan ləzgiləri tutubdu, Azərbaycanlar gəlmədi. Bu dəlidir. Bu nə deyir? Azərbaycan gəl deyir, Azərbaycan Qarabağdır. Buradan deyir ki, Azərbaycan ləzgilərin torpağıdır. Ayıbdır. Ləzgi, yazıq ləzgi 10 dənə ləzgi olubdur 1800-cü illərdə. Tutmaq nədir zaten, nədir? Bax, ona görə deyirəm, həmin bu, deməli, bax bu söhbəti bu da aparır. Savyov. Bu da deyir ki, ləzgilərə azadlıq lazımdır, talışlara azadlıq lazımdır. Yazıq talış, neyiniblər talışa? Talış azaddır da, dili də var, milləti də var, işi də var, gücü də var. Hər yanda şəhəri, gözəl şəhərlərdə yaşayırlar, gözəl evlərdə yaşayırlar. Bakıda da, Azərbaycanın hər yanında da, ləzgilərdə eyni zaman. Mənim bir dənə evim varsa, onların hərəsinin 2 dənə, 3 dənə evləri var, rayonda, şəhərdə, ləzginin də talışında. Gəlin biz yoxlayaq. İşləri necə? Düzdür, indi bizim dövlətdə indi bir çətinliklər var. Onu indi haçan düzələcək bilmirəm. O çətinliyə indi yəqin imkan yoxdur. Hələ hazır deyilik. Yəni indi nəsə indi yavaş-yavaş düzəlir. Amma o demək deyil ki, gedib ruslara şikayət eləmək. Rus gəlib müzakirə eləyir. Rus nəyə görə belə sözlər atır? Konfliktə görə. Vurun, dağıdın, Qafqazda bunlar gəliblər. Ruslar gəliblər. Dövlət yaradıblar.
Pyotr bunlara niye heyvan adı veribdir? Eşidirsiniz? Niye heyvan adı veribdir? Ona göre ki bunlara dövləti Tatarlar yaradıb, qurub. Tatar torpaqlarında, Türk torpaqlarında yaşayırlar. İsveç bunlara nağıl yazıbdır. Pyotr xahiş edibdir. Bizə nağıl, tarix yazın, bunlar da deyib nə nağıl fikirləşir ki, Pyotrun xoşuna gəlir. Sonra bunlar, ruslar götürüb həmin o nağılları götürüb bütün millətlərə Qafqazda nağıl yazıblar. Ki, türkü məhv edəsinlər. Hamının əli ilə. Başa düşdünüz? Bax, Rus ona görə gəlibdir. Bax, bu qədər.